Onlar ya avtomobillərin arası ilə hərəkət etməyə məcburdular, ya da həyatlarını təhlükəyə ataraq yolun hərəkət hissəsinə çıxmağa. Çünki bəzi piyada səkiləri zəbt olunub. Xüsusilə obyektlərin sıx yerləşdiyi ərazilərdə bu problem daha da qabarır. Bəzi yerlərdə isə piyadalar səkidədir, yoxsa parkinqdə, bunu anlamaq belə çətindir. Hər yerdə oldu, məhəllə içləri hamısı şlaqbamdır, yəni bir dəqiqə dayanıb marketə girmək istəyirik, heç yerdə yer yoxdur. Yəni qıraqda da saxlayanda cərimə gəlir. Maşını harda saxlaya bilərik? Yəni məcbur oluram, görürəm insan olaraq, görürəm hamı burada saxlayır. Bir dənə boş yer tapdım, elə burada saxlayıram, çıxıb gedirəm. Başqa yer yoxdur. Sürücülər avtomobil saxlamağa yer tapmadıqlarını əsas gətirir. Bəs piyadalar hardan keçsin? Problemdir, amma o mənə əsas vermir axı. Mütəxəssislər hesab edir ki, bəzi yerlərdə səki ilə yol çiynini bir-birindən ayırmaq lazımdır. Çünki bu kimi hallar tərəflər arasında mübahisə predmentinə çevrilir. Lakin bu sürücülərə əsas vermir ki, piyadaların hüquqlarını pozsunlar. Əgər ora piyada üçün nəzərdə tutulubsa, biri var ki, məsələn, ora ümumiyyətlə asfalt yoxdur, bir də var ki, ora piyada üçündür. Amma biz çıxıb orada saxlayırıq və bu halda təbii ki, çünki bizdə yəni çox dərinə getsək, hər hansı bir Allah uzaq eləsin ölüm halında, əgər mən piyadanın yerində saxladığıma görə piyada yola çıxıb məcbur olub, çünki orada avtomobil var, onu da başqa avtomobil vurubsa, əslində lap dərinə gedəndə artıq bu məhkəməlik olanda, o səbəbkarlardan biri də orada saxlayandır. Yəni, o hələ cərimə ilə qutarsa böyük şeydir. Çünki ona artıq sən bu piyadanın ölümünə səbəb olmuşsan deyə bilərlər. Çünki piyada sənə görə məcbur olub yola çıxmağa. Bu baxımdan, məsələn, yol polisi onu əsas tutub cərimələyəndə haqlıdır. Məqsəd də piyadaların təhlükəsizliyini təmin etməkdir. Bakı şəhər Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobillərini onlar üçün ayrılan ərazilərdə park etsinlər. Əks halda qanuna müvafiq formada cəzalandırılacaqlar. Bəzi nəqliyyat vasitələrinin sürücüləri edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbih tədbirlərinə baxmayaraq, yenə də nəqliyyat vasitələrini səkidə saxlayırlar ki, bu da öz növbəsində piyadaların hərəkətinə mane yaradır və piyada məcbur olaraq yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalır və nəticədə piyadanın iştirakı ilə baş verəcək yol nəqliyyat hadisəsi üçün artıq real zəmin yanır. Mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin səkilərdə dayanması və durması qadağandır. Qurumdan o da bildirildi ki, belə hallar aşkar edildikdə həmin sürücü barəsində 2 cərimə balı, eyni zamanda 60 manat məbləğində pul cəriməsi nəzərdə tutulub. Qeyd edək ki, Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiqlənməsi haqqında qərarına əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi 4 zonada tətbiq edilir. Eyni zamanda ödənişsiz parklanma zonalarda yaradılır ki, sürücülər avtomobillərini burada pulsuz saxlaya bilərlər. Qasım Xuluflu, Rəhman Məlikov, İTV Xəbər.